Bəşəriyyətin gördüyü ən böyük sərvət sahiblərindən biri. Bəzi mənbələrə görə indiyə qədər yaşamış ən varlı insan. Sərvətinin indiki ekvivalentinin 400 milyard və ya 2 trilyon dollar arasında olduğu təxmin edilən Mali imperatoru Mansa Musa. Mansa Musa dövründə Mali imperiyası dünyadakı qızıl ehtiyatlarının Amerika qitəsindəki ehtiyatlar istisna olmaqla təxminən yarısını nəzarətində saxlayırdı. Lakin bu sərvət yalnız qızıl mədənlərindən gəlmirdi. Əhəmiyyətli ticarət yolları və zəngin duz mədənləri də imperiyanın sərvətini artıran əsas amillərdən biri idi. Musa'nın idarə etdiyi Mali imperiyası 13-cü əsrin əvvəllərindən 17-ci əsrin sonlarına qədər mövcud olub. Bu imperiyanın ilk paytaxtı Niani şəhəri idi. 1280-ci ildə doğulan Mansa Musa 1312-ci ildə taxta çıxır və imperiyanı ən güclü dövrünə çatdırır. Kral Musa taxta çıxdıqda tabeliyində olan komandir Saran Mandian ilə birlikdə Afrikada yerləşən bir çox ərazini fəth etməyi bacarır. Mənbələrdən öyrənə biləcəyimiz qədərilə Kral Musa qısa bir zamanda 100 min piyada və 100 min süvaridən ibarət böyük bir ordu yaradır. Onun hakimiyyəti dövründə imperiyanın sərhədləri indiki Senegal, Mali, Burkina Faso, Niger, Qvineya və Fildişi sahilini əhatə edəcək şəkildə genişlənir. Mansa Musa təkcə sərvəti ilə deyil, mədəniyyətə verdiyi töhfələr və tarixi təsiri ilə də unudulmaz bir hökmdar olub. Onun Məkkə səfəri, qızıl paylaması və Timbuktu şəhərinin inkişafı təkcə Afrikada deyil, dünya tarixində də iz buraxıb. Kral Musa Afrikanın yeraltı mədənlərini istifadə edərək ölkəsinə böyük bir bolluq və sərvət gətirir. Mali sakinləri onu mədənlərin ağası adlandırmağa başlayırlar. İslam dininə dərindən inanan Kral Musa sayəsində Afrikada 10 minlərlə insan könüllü olaraq İslamı qəbul edir. Əlbəttə ki, ərəb tacirlərinə verilən güzəştlər də buna böyük təsir göstərir. Mali ərazisinə axın edən ərəb tacirlər və səyyahlar bölgənin dini cəhətdən inkişafında böyük rol oynayırlar. Xalqının İslamı qəbul etdiyini görən Kral Musa yeni paytaxt Timbuktu şəhərində bənzərsiz bir məscid tikilməsini əmr edir. Nəticə həqiqətən heyrətamiz idi. 1327-ci ildə tamamlanan Cinguereber məscidinin estetik baxımdan Afrikada bənzəri yox idi. Demək olar ki, Kral Musa Afrikanın bütün estetik konsepsiyasını Cinguereber məscidində əks etdirir. Eyni zamanda imperiya ərazisində təxminən 52 məscid inşa etdirir. Mansa Musa təkcə sərvəti ilə deyil, elmi və mədəni inkişafı dəstəkləməsi ilə də tanınır. Timbuktu şəhərini elm və mədəniyyət mərkəzinə çevirir. Dünyanın indiki dildə desək ilk universitetlərindən biri olan Sankore Universitetini inşa etdirir. Müsəlman alimləri və memarları imperiyasına dəvət edərək İslam elmlərinin və memarlığının inkişafına böyük töhfə verir. Kral Musa bununla da kifayətlənmir. Astronomiya, tibb və mühəndislik sahəsində araşdırmalar aparan indiki adıyla mədrəsələr qurur. O qədər ki, çox qısa müddətdə İslam dünyasından bir çox tanınmış din xadimləri və alimlər Maliyə gəlməyə başlayırlar. Kral Musa ölkəsinə gələn bu insanlara bahalı hədiyyələr verir və iş görmək üçün imkanlar yaradır. İslam dünyasındakı alimlərə bu qədər hörmət edən başqa bir insan isə İstanbulun Fatihi 2. Mehmet idi. Bu isə başqa bir videonun mövzusudur. 1324-cü ildə Mansa Musa minlərlə kilometrli yol qət edərək Məkkəyə həcc ziyarətinə yollanır. Səfərə 72 min nəfərlik bir karvanla çıxır. Bu səyahət üçün Mansa Musa'nın müşavirləri uzun illər hazırlıq işləri görürlər. 100 dəvəyə 10 minlərlə qızıl külçə doldurulur. Onun bu səfəri tarixdə ən dəbdəbəli səyahətlərdən biri olur. Çıxdığı səfərdə qızıl yükü ilə dolu dəvələr təxminən 1 milyard dollar dəyərində qızıl daşıyır. Bu qızılın təhlükəsizliyini təmin etmək üçün təxminən 500 insan tutulur. Əvvəlki paytaxt Niani ilə Məkkə arasında təxminən 5000 kilometr məsafə var idi. Beləliklə 10 minlərlə mühafizəçi əskər, habelə maddi-texniki təminat üçün saysız hesabsız malqara və ağzına qədər dolu taxıl arabaları bu səyahətdə Kral Musanı müşayiət edir. Tarixin indiyə qədər gördüyü ən böyük həcc qəfiləsi Misirdə dayanır. Piramidaların ətəyində düşərgə quran Kral Musanın dəstəsinin bir araya gəlməsi düz 8 ay çəkir. Musanın qaldığı Qahirənin iqtisadiyyatı müharibələr və quraqlıqlar nəticəsində dağılmaq ərəfəsində idi. Kral Musa bölgəni tərk edərkən iqtisadiyyat bir anlığına şahlanır. Qahirədən ayrıldıqdan sonra Mansa Musa Məkkəyə çatmaq üçün Sina çölünü keçir.
Bu səyahət zamanı kralın özü ilə apardığı xəzinələrin şöhrəti bütün dünyaya yayılmışdı. Əlbəttə ki, bu vəziyyət onlarla quldur qruplarının pusqu qurmasına da səbəb olur. Bu pusqularda bir çox əskərini itirən Mansa Musa məsləhətçilərinin təkliflərinə baxmayaraq geri dönməkdən imtina edir və Məkkəyə doğru irəliləyir. Məkkəyə gələndə dünyanın hər yerindən müsəlmanlar Kral Musanı görmək üçün Məkkənin qapısına gəlirlər. Təxminən 3 ay Məkkədə qaldıqdan və ibadət etdikdən sonra Kral Musa yenidən ölkəsinə qayıtmaq üçün eyni yolla geri dönür. Musa keçdiyi hər yerdə o qədər çox qızıl paylayır ki, bu hərəkəti Məğrib bölgəsinin iqtisadiyyatına zərbə vurur. Payladığı qızılın miqdarı o qədər çox olur ki, bölgədə inflyasiya yaranır. Bu səfər nəticəsində qızılın dəyəri aşağı düşərək bazarlarda qiymətlərin sürətlə qalxmasına səbəb olur. Bu iqtisadi böhran bölgəyə təxminən 1,5 milyard zərər vurur. Mali imperatoru vurulan zərəri düzəltmək üçün dönüşdə sələmçilərdən qızıl almağa çalışır. Lakin yenə də inflyasiyanı tam olaraq dayandıra bilmir. Mansa Musanın nə vaxt və necə öldüyü dəqiq olaraq bilinmir. Bəzi mənbələr onun taxtı oğluna təhvil verərək dinc şəkildə öldüyünü, digərləri isə 1337-ci ildə vəfat etdiyini irəli sürür. Onun ölümündən sonra Mali imperiyası zamanla zəifləyir. Daha sonra isə 17-ci əsrin sonlarında süqut edir. Mansa Musa ölkəsinə qayıtdıqdan sonra bu səyahət Avropalıların diqqətini çəkir və Qərbi Afrikanın sərvətlərinə olan maraq artmağa başlayır. İlk növbədə Alman, İtalyan və İspan kartoqrafları Mansa Musanın sərvətinin ölçüsünü anlamaq üçün uzun illər Malini araşdırır. Bütün bunlar Avropa işğalı və tezliklə başlayacaq bir kolonializmin təməlini atır. Avropalılar gündən-günə güclənən Osmanlı imperatorluğunun öhdəsindən gələ bilməyəcəklərini anladıqda Afrikaya gedəcəklər və bu mənbələri praktik olaraq talan etmək üçün bir-birləri ilə yarışacaqlar. Üstəlik yalnız Afrika ehtiyatlarını deyil, Afrika xalqını da oğurlayacaq və dünyanın bir çox yerində kölə kimi satacaqlar.